Həqiqi Şaxta Baba. Böyüklər Şaxta Babaya inanmadıqlarını deyirlər. Lakin yeni ili Şaxta Babasız təsəvvür etməmələri onu göstərir ki, Şaxta Babaya elə uşaqlardan çox böyüklər inanırlar. Çox dərinə getməyək. O boyda ABŞ-də cəmaət Şaxta Babaya çox oxşayan Trump'ı seçdi. Çünki Trump da eyni ilə Santa Claus kimi pafosu və fantastikanı təmsil edir. Nəfəsi də yalanla gedib gəlir. O qədər göpa basıb ki, artıq nəinki sözləri, öz varlığı belə şübhəlidir. İlk dəfə seçiləndə verdiyi vədlərin çoxunu yerinə yetirməyən bu fırıldağa cəmaət zaten Şaxta Babalığına görə, yəni əyləndirmə bacarığına görə yenidən səs verdi. Axı, heç pişiyini belə əyləndirə bilməyən pasiv Bidendən fərqli olaraq Trump çox coşqulu və məzəlidir. O, noyabrdakı seçkidə verdiyi boş amma cəlbedici vədlərlə cəmaatın dekabrdakı yeni il və milad adrenalinini təmin etdi. Buna görə də dünyanın mərkəzi olan ABŞ-nin timsalında bütün dünya ölkələri üçün Santa Claus olaraq seçildi. Yəni, ümumilli, beynəlmiləl Şaxta Baba. Amması budur ki, yeni il və milad həyəcanının bir pis cəhəti var ki, daimi deyil və cəmi bir neçə gün çəkir. Bəli, hər dəfə yeni il bayramı bitir, əyləncə və coşqu yerini məyusluğa və depressiyaya buraxır. Necə deyərlər, yersiz sevinç, yersiz kədər gətirər. Ona görə də Dəlisov Trump'ı seçib əylənəndən sonra indi gərək onun çılğınlığının əks təsirləri ilə də üzləşək. Buyurun, yeni il bitib. Artıq siz Şaxta Babaya lazım deyilsiz. O, yeni və həqiqi macera axtarır. Kanadanı, Grenlandiyanı, Panama kanalını ələ keçirmək. Bəli, Santa Claus yeni həyəcan üçün çox təhlükəli planlar qurulur. Adam ciddi deyir ki, Kanada ABŞ-yə birləşib 51-ci ştat olsun. Danimarkanın nəzarətindəki Grenlandiya ABŞ-nin öhdəsinə verilsin. Panama kanalı isə ABŞ kanalı olsun. Biz elə bilirdik Şaxta Babanın xurcununda hədiyyələr olur. Sən demə ki, bomba varmış. Artıq Kanada baş nazirinin istifası Şaxta Babanın partlatdığı ilk bombadır. Bu, hələ təzə başlayıb. Xurcunundakı digər hədiyyələrdən Allah qorusun. Bir sözlə, ABŞ cəmaatının milad sərxoşluğunun acısını indi bütün bəşəriyyət çəkir. Novoy God, Santa Claus, əyləncə, adrenalin deyib şıllıq atmaqla deyil ki, bunun sonrası da var. Sonrası da budur ki, Şaxta Baba Saxta Babaya çevrilir və bütün əyləncəni burnunuzdan gətirir. Maşenlikdən özünüzə baba düzəldəndə axırı elə belə də olmalı idi. Elə bilirdiniz, bir neçə günlük tətildə Şaxta Baba ilə əylənəcəksiniz, güləcəksiniz. Amma anlamırdınız ki, bayram qurtaranda bu dəfə o sizinlə əylənəcək və özü də gülmədən əylənəcək. Bəli, əslində bəşəriyyətin çıraqla axtardığı, il boyu yanında arzuladığı o möhtəşəm, dahi, samballı kişi elə Trump imiş. Axı cəmaət sevir. Kimsə onun başına oyun açsın, əzib tapdalasın, döysün. Məşhur məsələlərimizdə nə deyilir? Qızını döyməyən dizini döyər.
Yaxşı at özünə qamçı vurdurmaz. Hazır olun, qamçı gəlir. Komedi TV, gülmək üçün sadəcə bizə qoşul.